Tarixi mövzulara dair ritorikası ilə tanınan bəzi simalar Rusiyanın rəsmi xəttinə uyğun olmayan fikirlər səsləndirir. Söhbət ölkə prezidentinin köməkçisi Vladimir Medinskinin qalmaqallı açıqlamasından gedir. O, Azərbaycan üçün həssas nöqtə hesab edilən Qarabağı mübahisəli ərazi adlandırıb. Bu, azmış kimi Ukrayna ilə müharibədən danışarkən bu bölgəni, o cümlədən Ermənistanla əlaqələri müqayisə vasitəsi kimi istifadə edib. Bir sözlə, hazırda Rusiya daxilində regiondakı həssas məsələlərə yanaşmaların tək səsdən ibarət olmadığı aşkardır. Əgər bir ölkənin tarixçisi xalqa həqiqətə uyğun olmayan, təhrif edilən informasiyalar çatdırırsa, deməli, həqiqətən də narahatlığa əsas var. Azərbaycan heç zaman heç bir ölkənin ərazisini işğal etməyib və heç bir ölkəyə qarşı təcavüz törətmədiyinə görə bu müqayisə yersizdir. Azərbaycan 44 günlük vətən müharibəsində və həmçinin 2023-cü il antiterror tədbirləri zamanı öz suveren əraziləri üzərində nəzarəti təmin etmişdir. Öz ərazilərini işğaldan azad etmiş və Ermənistanın işğalına son qoymuşdur. Tövsiyəmiz budur ki, cənab Medinskiyə səlahiyyətini aşan bu kimi açıqlamalar verməklə ikitərəfli münasibətlərə xələl gətirməsin. Təhrif edilən informasiyaları yayan Medinski, Prezident Vladimir Putinin köməkçisi, eyni zamanda Rusiya Hərb Tarix Cəmiyyətinin sədridir. O, fəaliyyətinin müxtəlif dövrlərində Yazıçılar İttifaqının 1-ci katibi, 4-cü və 5-ci Çağırış Dövlət Dumasının deputatı, Mədəniyyət Naziri vəzifələrində də çalışıb. Elə siyasi gərginliyə səbəb də verilən açıqlamaların yüksək struktura yaxın kürsüdən gəlməsidir. Buna görə də indiki məqamda belə yanaşma ya şəxsi ideoloji yanaşma, ya da ki siyasi mesaj kimi qiymətləndirilə bilər. Lakin çox keçməmiş Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Medinskinin bəyanatını açıq şəkildə təkzib edib. Belə düzəlişlərin edilməsi isə Rusiyada fərqli strukturlar və şəxslər arasında koordinasiyanın nə dərəcədə effektiv olduğu sualını ortaya çıxarır. İxtisaslı tarixçi olan bir şəxs tarixi bir proseslərə bu və ya digər formada şərh verərkən bir qədər ehtiyatlı davranmalıdır. Çünki bu çox da elə uzaq tarixdən söhbət getmir, çox yaxın bir tarixdən söhbət gedir və əminəm ki, Medinski həmin tarixi proseslər barədə kifayət qədər məlumatlıdır və eyni zamanda Rusiyanın da rəsmi mövqeyini həmin o tarixi hadisələrlə də bağlı çox gözəl bilir. Belə olduğu təqdirdə Medinski kimi siyasi elitanın təmsilçiləri hər hansı bir müqayisələr apararkən belə daha ehtiyatlı davranmalıdırlar. Medinskinin açıqlamaları indiki məqamda sadəcə bir şəxsin düşüncəsi kimi təqdim edilsə də, yaratdığı təsir fərdi səviyyədə deyil. Çünki regionda sabitliyin kövrək olduğu məqamda bu cür bəyanatlar gərginliyi, fikir qarşılıqlığını artırır. Ekspertlər hesab edir ki, belə addımların irəliləyən dövrlərdə də davam etdirilməsi digər ölkələrlə olan əlaqələrə də kölgə sala bilər. Rusiyanın xüsusilə də Ukrayna cəbhəsində sıxışdırılması, Ukrayna cəbhəsində istədiyi məqsədlərə nail olmaması hələ də Rusiya imperiyasının özünün imperiya ambisiyalarından yeri çəkilmədiyini göstərir. Vermiş olduğu açıqlamalarla bu müstəqil dövlətlərlə həm Orta Asiyanın, həm də Cənubi Qafqazın dövlətləri ilə münasibətlərini körləyə bilər ki, bu da sonda Rusiyanın xeyrinə olmayacaqdır. Beynəlxalq hüquqla ziddiyyət təşkil edən iddialar ikitərəfli münasibətlərə zərbə vura bilər. Azərbaycan Xarici İşlər Nazirliyi məsələyə reaksiya bildirsə də, belə bir halın sonra yenə təkrar olunmayacağı dəqiq deyil. Medinskinin sonradan rəsmi şəkildə təksib edilən fikirlərinin hansı dairələrin səsi olduğu isə hələ də sual altında qalır. İndiki məqamda Rusiya diplomatiyasından tələb edilən sadəcə aydınlıq gözləntisidir.